Bismillahirrahmanirrahim. Əmir-əl-Müminin İmam əleyhissalamdan gözəl bir hədis nəql olunur. Əmir-əl-Müminin əleyhissalam buyurur: "Mə min yevmin yemurru alə ibn Adəm illə qala lahu zalikal yevm." Elə bir gün yoxdur ki, Bəni Adəmə, yəni insana belə deməsin: "Yebnə Adəm, ey Adəm övladı, ənə yevmun cədidun." Mən yeni bir günəm. Yəni sənə ki bugün durmusan, oyanmısan, artıq yeni bir günəm, sənə verilən bir fürsətdir. Və ənə aleykə şəhidun. Bugün etdiyin hər bir şeyə mən şahidəm. Yəni hər nə etsən, hər nə desən, hər nə əməl eləsən, nə iş görsən, mən ona şahidəm. Fəqul fiyyə xeyran. Bəs bugün xeyir sözlər, yaxşı sözlər, gözəl sözlər danış. Və əməl fiyyə xeyran. Bəs bugün xeyir əməllər gör, yaxşı işlər gör. Əşhədu ləkə bihi yevməl qiyamə. Ki, mən də qiyamət günü sənə şahid olacaq. Yəni, bugün etdiyin bütün əməllərə mən şahidəm. Ona görə gözəl sözlər danış, gözəl əməllər elə, mən qiyamət günü sənə şahid olum. Fə innəkə lən tərani bəədəhu əbədə. Artıq bugündən sonra sən məni bir daha görməyəsən. Bugün ki tamamlanacaq, artıq sən istəsən də yəni dünəni əldə edəsən, bugünü əldə edəsən, heç vaxt daha məni görməyəcəksən. Ona görə hər gün insan üçün bir fürsətdir. İnsan hər günü gərək dəyərləndirsin. Gözəl işlər görsün, xeyir əməllər görsün, gözəl sözlər danışsın.